Bunun 15 yaşı var indi. 15. Nunisim. 2011-ci ildən bizim evin sakinidir. Nuni. Ha, Nuni. Ha, geldi. Düz 2011-ci ildən 15 yaşı var tam. Adı da Nuniş'dir. Yadımdadır ki o vaxt niye onun adını Nuniş koymuşam, ben koymuşam adını. O vaxt Yaprak Dökümü filmi gedirdi. Ət istəyir. Dedi ki mamın dalında ət istəyir. Buna bana gedir ona bak. Nuniş özü durdu orada gözləyir ki gelip orada ətini yiyecekti. Öyle bak. Ay seni kuzu teşim ben Nini. Ay Nuni. Ətçi istəyirsən? Ətçi istəyirsən? Nənə indi sənin üçün ətçi gətirəcək. Ha? Ətçi istəmişdin sən? Ay cici. Gel buraya yaxşı. Düz 13-15 ildir bizim evdədir. 15 ildir gətirmişəm mən onu. Elə qəşəng pişikdir Nuniş. Bu elə bil ki təzə mən onu gətirəndə nəsə papam təzə rəhmətə getmişdi. Allah ölənlərinizə rəhmət eləsin. Qapı açılmışdı, çıxmışdı. Qonaq girən çıxan var da. Bu şeylərdir. Mamam onun ciyərini ayrıca qoyubdu evdə. 30 manat verib ona qara ciyər almışam deyir. Bəxtəvərə bax sən. Ha, getdi sonra hamilə qaldı. Nəyim getdi küçədə geyib hardınsa. Evdən çıxan kimi pozuldu. Qapının ağzında o qədər güdənlər vardı ki, bunu qəşəng qız idi. Bu cavan vaxtı elə qəşəng idi ki, hamı gözlürdü ki, birdən qapıdan çıxsın. Qapıdan çıxan kimi cumublar üstünə. Nəysə, elə bir də gördük ki, bəs işdən keçib. Evimiz tikilib. Hamilə qaldı, yo düşmüşsən naratam. Hamilə qaldı, sonra bu uşaqlarını doğa bilmədi. Balalarını dünyaya gətirə bilmədi. Gipoksiyadan qarnında balaları dünyasını dəyişmişdi. Apardım həkimə, Garfield xəstəxana var idi, bilmirəm, elmlərdə Garfield var idi. Apardım xəstəxanaya və orada baxdılar, qarnını yardılar, gördülər ki, balalar hamısı qarnında ölübdür. Ondan sonra şey elədilər, qarnını çıxartdılar, sonra tikdilər. Ondan sonra bir ay yatdı orada, bir ay. Bir aydan sonra da getdim gəldim. Elə bu bizdədir. Onu izlədim ki, adam böyüyün sözünə baxar, gedib pozulmaz elə. Getdi pozuldu, axırda elə oldu. Pozğunçuluğun axırı belədir. Gül kimi oturmuşdu da evdə qız uşağı. Heç nə. Oturduğu yerdə dur, getdi özündə qaldı bizi də. Elə həyasızdır ki, belə olduğuna baxmayın, çox həyasızdır. Çırmaqsa da atır adamı. Toy söhbəti yarışı qaldı. Hansı toy söhbəti? Heç yerdən tapmamışdım. Elə ATV-yə gətirmişdilər. Ayda. Yeriyə bilmir. Qarnında da şişi var. Milli Show sayfamıza abone olmayı unutma.